Bu günlərdə yolumuz şimalın göz oxşayan təbiəti və tarixi ilə seçilən Xaçmaz şəhərindən düşdü. Şəhərə qədəm qoyan kimi insanı heyran edən ilk məqam buradakı estetika və nizam-intizam oldu. Xaçmaz sadəcə bir istirahət məkanı deyil, həm də canlı bir memarlıq muzeyidir. Şəhərdə addımbaşı qarşılaşdığımız xırda detallar, hətta adi bir bulaq belə elə incəliklə, elə gözəl dizaynla işlənilib ki, sanki hər biri ayrıca bir memarlıq abidəsidir. İnsanın diqqətini çəkən bu incə zövq şəhərə xüsusi bir ruh və gözəllik qatır. Səfərimizin ən unudulmaz hissəsi isə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Təhsil İşçiləri, Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Təhsil İstirahət Mərkəzində keçirdiyimiz 6 möhtəşəm gün oldu. Bir müəllim olaraq bu 6 gün ərzində gördüyüm diqqət, səviyyəli təşkilatçılıq məni valeh etdi. Səliqə və nizam-intizam, mərkəzdə hər şey saat mexanizi kimi dəqiq işləyirdi. Yeməklərin keyfiyyətindən tutmuş, yemək vaxtlarının, masaların təmizliyinə, səliqəsinə qədər hər bir detal incəliklə düşünülmüşdü. Sıxlıq və ya qarışıqlıq olmadan gözəl növbəli sistemlə təşkil olunan bir mühitdə hər müəllim özünü həqiqətən dəyərli hiss etdi. Biz müəllimlərin məhsuldar dincəlməsi, enerjisini bərpa etməsi üçün belə yüksək səviyyəli şərait yaradan, hər bir xırda detala belə böyük həssaslıqla yanaşan Həmkarlar İttifaqına və Elm və Təhsil Nazirliyinə öz adımdan dərin minnətdarlığımı bildirirəm. Səfərdən zəngin təəssüratlarla, yüksək əhval-ruhiyyə ilə və yeni enerji ilə qayıdır.